Yəni bunu da dedim ki, məlumatınız olsun. Biləsiniz, yenə deyirəm. Bu ölkənin, bu millətin, bu xalqın, bu dövlətin bu günü yox. 1000 il sonrasını düşünən, ölçən, götür-qoy eləyən, gecə-gündüz özünü buna həsr eləyən, canını fəda eləyən kişilər var. Bu ölkə yiyəsiz deyil. Bu ölkə ağıllı başlar tərəfindən idarə olunur. Mən söyüş haqqında video paylaşdım. O videonu əbəs yerə paylaşmadım. Səbəb var, indi deyəcəm. Yəni söyüş insani davranış deyil. Söyüş bizim instinkt, yəni beynimizin şuurdan kənar, hansı ki nizamlaya bilmədiyimiz, hökm eləyə bilmədiyimiz hissənin verdiyi qərardır. Çünki düşünən adam, şuurlu adam heç vaxt söyüş söylür. Qəzəblənir, insan özündən çıxır. Yəni simpatik sinir sistemi, yəni şuurdan kənar sistem işə düşür. Necə ki o sistemi biz harada başa düşürük? Biz gecə yatırıq, amma bir yerimiz daşınır, onu məhz o daşıyır. Yəni bu bütün canlılarda da, məsələn, camış yatır, quyruğu çırpır belə-belə, yəni milçəyin qoruyur. Bu bizim belə deyək də hökm eləyə bilmədiyimiz beynin elədiyi, verdiyi qərardır. Amma biz heyvan deyilik, bizim şuurumuz var, daha yüksək pillədə bizim şuurumuz yanır. Təəssüflər olsun ki, bunun hər adam fərqində deyil. Mən bir şey demək istəyirəm. Mən ölkə başçısı haqqında videolar paylaşıram və istər sosial şəbəkələrdə, bir çox sosial şəbəkələrdə və girib söyüş yazırlar, istər mənə, istər yaxud ölkə başçısına aid olsun. Mən sizə bir söz deyim, bir həqiqət deyim. Yəni, bugün söyüş və söyüşün əhatə elədiyi hər şey, yəni bütün ittihamlar, bütün məlumatlara bir cavab vermək istəyirəm. Yadda saxlayın. Mən də nə vaxtsa bu düşüncələrdə olmuşam. Mən bu günləri ölkə başçısının videolarını paylaşıb, mən vəzifədə deyirəm ki, mən yaltaqlıq edən vəzifədə deyirəm. Mən bəhlər, mən tikildə işləyirəm. Mən tikildə inşaatda işləyirəm. Dəmir qəlib işləyirəm, qəlibçiyəm. Amma fərqim bilirsiniz nədir? Mən bu dünyada əsl həqiqəti, insan faktorunu anlamışam. Və anlayandan sonra birinci ölkə başçısını araşdırmışam. Kənardan müşahidə eləmişəm və görmüşəm ki, ümumiyyətlə, hakimiyyətdə olan, dövləti idarə eləyən, dünyada ümumiyyətlə belədir, əksəriyyət insanlar aydınlanmış insanlardır, yəni ağıllı insanlar. Burada savad yox, məsələsi deyil, savad başqa bir şeydir. Ağıllı insanlar. Və cənab prezident ağıllı insanlar. Yəni, tamamilə şuuruna, ağılına, bütün sisteminə nəzarət edən insanlar. Belə insanların nəfsi olmur. Belə insanlar dünya malına aşıq olmur. Mən sübut kimi deyə bilərəm ki, çayda, Həkəri çayında ayaqları sallayıb oturub meşəyə baxır və bu o deməkdir ki, yəni o adam nədən həzz alır? Təbiətdən, fərqində olan insandır. Və satdı, yedi, dağıtdı, taladı, nə bilim bu kimi də, o belədir, o elədir. Yəni ölkə başçısıdır, yəni təbii ki, gəlib mənim kimi yaşamalı deyil ki, yaxşı yaşamalıdır. Amma ki, onun başqalarından bir fərqi odur ki, o, yəni taladım, yağmaladım o tip insanların marağında deyil. Çünki onlar həyatın əvvəlini də bilirlər, axırını da bilirlər. Ölkəni təmsil edən, hakimiyyətdə olan insanlar yenə də iki qismə bölünür. Ağıllı olan insanlar var, yəni öz ağlın nə olduğunu fərqində olan insanlar var və fərqində olmayan insanlar var. Yəni savadlıdırlar həddindən artıq, amma həqiqəti bilməyən insanlar var. Hakimiyyəti təmsil edən, ağıllı, fərqində olan insanlar rüşvət aldılar. Onlar böyük bir yükün altına giriblər. Çünki bir toplumu idarə eləmək ağıllı adamların payına düşür. Ağıllı adamlar həqiqəti bilirlər, sıfırdan bilirlər, hardan gəlib hara getdiyimizi bilirlər və bilirlər ki, ağılla, yəni simpatik sinir sistemi, parasimpatik sinir sistemini idarə elədiyi insanların fərqi nədir? Və onlar bilirlər ki, belə insanları boş bıraxsan, vətənində, xalqında, torpağında satacaq. Çünki o özünü anlamır. Çünki o özünü idarə eləyə bilmir. Və belə adamlar belə bir yükün altına giriblər, ölkəni idarə edirlər. İnsanlığın 95% özünü idarə eləyə bilmədiyi halda o insanlar böyük bir yükün altına girib insanlığı idarə edirlər. Çünki buna məcburdular. Çünki bu toplumu, bu qəbiləni illərdir idarə eləyə bu günlərə gətirib çıxardılar. İdarə olunmayan toplumlar kölə halına düşür. Bu günləri özünü idarə eləyə bilməyən insanlar, yəni mən paylaşdığım videonun altında girib söyüş yazan ölkə başçısı haqqında, istər mənim haqqında, mən əminliklə deyirəm ki, o insanlar özlərini idarə eləyə bilmirlər. Özünü idarə eləyə bilmirlər. Özünü, başqa heç demirəm, özünü idarə eləyə bilmirlər, özünə hakim deyirlər. Bəli, amma ölkə başçısı haqqında əminliklə bilirəm ki, bəli, o özünə hakim adamdır.
O özünə sahib adamdır və özünü mükəmməl şəkildə nəzarətdə saxlayır və ölkəni də nəzarətdə saxlayır. Yəni idarə edir. Ona da kömək lazımdır. Və bu ölkənin, bu xalqın, bu millətin ancaq rüşvət alın, malını, dövlətini sapım, talayım düşüncəsi ilə hamı yaşamır. Hamı idarə eləmir. Bu hakimiyyəti xalqın, millətin, bu qəbilənin, bu xalqın dəyərlərini qorumaq üçün, bu xalqı bu müasir dünyada ayaq üstə saxlamaq üçün, hansısa bir hədəfə çatdırmaq üçün bu ölkədə düşünən, baş sındıran, gecə-gündüz götür-qoy edən insanlar var. Bəli, bu xalqın, bu millətin gələcəyini düşünən, bundan ötürü canını fəda edən insanlar var. Orada burada boş-boş, özünü idarə edə bilməyən, ağıl nədir anlamayan, ağlına sahib çıxa bilməyən, şeytanın köləsi olan insanlar bu ölkədə təxribat aparır. Yəni oradan-buradan idarə olunur, onun bunun sifarişləri ilə yəni belə ifadələr işlədir. Onlar vəhşidirlər, onlar insan deyirlər. İnanın ki, insan deyirlər. İnsan, yəni deyirəm, yaxşı, pis başqa şeydir. Bu dünyada ağıl, şuurunun fərqində olan insan bu dünyada bir gülü belə qoparmaq istəməz. Nəinki kimisə söysün, kimisə təhqir eləsin. Yenə deyirəm, bu ölkənin, bu millətin, bu xalqın, bu dövlətin bu günlü yox, 1000 il sonrasını düşünən, ölçən, götür-qoy eləyən, gecə-gündüz özünü buna həsr edən, canını fəda edən kişilər var. Bu ölkə yiyəsiz deyil. Bu ölkə ağıllı başlar tərəfindən idarə olunur. O şərhlərdə orada burada girib yazan simpatik sinir sistemi, kərtənkələ başların fitvasına və sözünə inanmıyor. Bu ölkənin, bəli, ağıllı başlar var. Çapıb talayan yox, rüşvət alan yox, nəfsinə köl alan məmurlar da var. Bəli, başda oturublar. Amma nə olsun ki, bu ölkədə ağıllı başlar var və onlardan biri də birincisi, ölkə prezidentidir, ayıq adamdır. Bəli, fərqində olan adamdır, düşünən adamdır və böyük bir məsuliyyətin altına girib, bugünə qədər çapıb, talayıb, oğrayıb, dağdan olsaydı, çoxdan dağıdıb, çıxıb, qaçıb getmişdi. Özünü atıb o dağlığa müharibə edir, torpaq alır və düşünür ki, bu xalqın, bu milləti harası aparsın. Çünki onun da nəsli, kökü, yəni hardan gəldiyini, hara getdiyini yaxşı bilir. Fərqində olan adamlar bilir ki, bəli, biz bir dildə danışırıqsa, biz bir qəbilənin üzvləriyik, biz bir ailəyik.